Salam, hər vaxtınız xeyir olsun, əziz şəhərlərə. İlham müəllim, siz də xoş gəlmişsiniz. Həmişə bizim aramızda olsun inşallah. Mən Elmar müəllimə yolda həmişə uğurlar arzulaymışam. Yenə də Elmar müəllim sizə uğurlar arzulayıram. Və qarşıdan bizim müqəddəs Qurban bayramımız gəlir. Mən bu bayram münasibətilə sizləri təbrik edirəm. Allah bu qurbanlarınızı sizin qapınızda həmişə sevincli, xoş günlərdə kəsilsin deyirəm. Allah sizləri var eləsin, əziz şəhid analarım. Sizlər, necə deyərlər, bizi qürur yemişsiniz və biz sizlərlə fəxr edirik. Ona görə ki, sizlər o igid, qəhrəman övladları dünyaya gətirib, 32 il həsrətli olduğumuz o Qarabağ torpaqlarını azad etdilər, öz canlarını, cavan canlarını fəda etdilər. Mən şəhidlərimizin də qarşısında baş əyirəm. Allah onların məkanlarını cənnət məqamlarını âli eləsin inşallah. Bir daha var olun, sağ olun, həmişə bizimlə olun. Allah sizləri qorusun. Çox sağ olun.